Əzəli və əbədi torpaqlarımıza qayıdış davam edir. Xəbər verdiyimiz kimi bugün daha bir köç reallaşdırılır. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç yola salınıb. Bu mərhələdə neçə sakin doğma yurdunda yenidən məskunlaşacaq? Bu barədə ətraflı məlumatı bizimlə bağlantıda olan xüsusi müxbirimiz Habil Aslanoğlu çatdıracaq. Hər vaxtın xeyirli olsun Habil, oradakı ab-havanı sizdən öyrənmək istərdik. Salam Gülşən. Və Gülşən, sən də qeyd etdiyin kimi biz bugün Tərtər şəhərindən Həsənizə yola düşən, Ağdərə rayonu Həsəniz kəndinə yola düşən Həsəniz kənd sakinlərinin sevincinə şahid olduq. Onlar artıq işğaldan azad olan ərazilərə qədəm basıblar. Öz dədə-baba yurdunda bir ömür boyu yaşamaq üçün mənzil başına çatmağa çox az vaxt qalıbdır ki, bugün 20 ailə 68 nəfər, ümumilikdə isə Həsəniz kəndinə köçün bu 5-ci köç karvandakı yola düşdü. Ümumilikdə isə 90 ailə 306 nəfər artıq dədə-baba torpağında yaşamağa başlayıbdır. Bəli, qeyd edim ki, onları orada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xankəndi şəhərində Ağdərə və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin əməkdaşları qarşılayacaq. Onların yerləşdirilməsində zəruri tədbirləri görəcək. Yəni onların heç bir çətinliklə qarşılaşmaması üçün xüsusi nümayəndəlik orada hazırlıq işləri artıq aparıb onları qarşılamağa və mənzillərinin haçarını verməyi gözləyirlər. Qeyd edim ki, Həsəniz kəndinin sakinlərlə yanaşı ötən gündə biz Xocalı rayonunun Ballıca kəndinə bir köç karvanına şahidlik etmişdik. Yəni demək olar ki, hər həftə işğaldan azad olan ərazilərə bir köç karvanı yola düşür. Bu da ümumilikdə Şərqi Zəngəzur və Qarabağda artıq 40 min nəfərdən nəfərədək insanın öz dədə-baba yurdunda yaşamağa başlaması deməkdir. Bu ümumi rəqəmin içində isə onu qeyd edim ki, İşğaldan azad olan ərazilərdə fəaliyyətə başlayan idarə müəssisələrin işçiləri də, əməkdaşları da bu rəqəmə daxildir ki, hazırda Şərqi Zəngəzur və Qarabağda 40 min nəfərədək soydaşımız yaşamağa başlayıbdır. Gülşən, bizdən bu qədər, yəni az sonra, dəqiqələr sonra bəlkə də artıq Həsəniz kəndinə çatacağıq. Yenə də qeyd edim ki, mənzillərin açarları təqdim olunduqdan sonra biz onların şəraiti ilə, onların sevinci ilə yenidən izləyicilərimizə çatdırmağa çalışacağıq. Bizdən bu qədər. Gülşən, söz sizdə. Təşəkkürlər Habil, ətraflı məlumat üçün. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız, xüsusi müxbirimiz Habil Aslanoğlu idi və elə Ağdərəyə köç edən sakinlərin qayıdış sevincini də onların özlərindən müsahibələrlə alıb və həmin sevinci elə özlərindən işləyik. Bütün torpağı alan oğulların hamısının qarşısında, şəhidlərin qarşısında, anaların qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı, uzun ömür arzulayıram. Allah qoysa torpaqlarımıza yeyib rahat yaşaya bilərik indən sonra. Şükür Allah'ın bugünkü gününə. Şəhidlərimiz qan tökdü. Yaxşı oğlanlarımız getdi. Onlar bizim Azərbaycan balalarıdır. Bizim balalarımızdır onlar. İnsanlığa qalanda. Allah devlətimizi qorusun, millətimizi qorusun. Çox da gözəl evdir, çox da gözəl şərait yaradıblar. Hər kəs getsin, o torpaqların qədrini bilsin. Çünki orada hər bir yerdə bizim şəhidlərimizin zəhməti var. Qazilərimizin zəhməti var. Bəli, müxbirimizin verdiyi bizə son məlumata görə artıq köç karvanı Ağdam rayonunun, daha doğrusu Ağdərə rayonunun Həsənriz kəndinə çatıb və bu mərhələdə 20 ailə 68 nəfər köçürülüb.